Salam, əziz və dəyərli, çox hörmətli izləyicilər. Hər birinizi salamlayırıq bu gözəl gündə. Hər birinizə təşəkkürlərimi bildirirəm, hər birinizə minnətdarlığımı bildirirəm və bu gün də fəlsəfənin qısa tarixi Nagel Warburtonun çox gözəl əsəri olan Fəlsəfənin qısa tarixi adlı kitabımızın şərhinə, həm də ikinci dərsimiz ilə biz sizin qarşınızdayıq, dəyərli izləyicilər. Keçən dərsimizdən çox gözəl rəylər gəldi, çox gözəl mənim özümə şəxsi fikirlər bildirildi. Həqiqətən bir çox insanlarda gözəl bir, belə deyək ki, bəzi suallarına cavab tapdığımızı da öyrəndik ki, məsəl üçün, qardaş, mən bunu uzun vaxt idi, bunu oxuyurdum da tam anlaya bilmirdim, indi elə bil tam anladım, sevincliyəm, anladım, həqiqətən çox minnətdarlığımı bildirirəm. Çünki bu fəlsəfə elmini yalnız biz kitablarla da yox, təbii ki, kitabların da çox mühüm rolu var bu yolda. Çünki bəzi o təriflər, bəzi şeylər var, bəzi o düşüncələr var ki, kitab oxuyaraq yaranır, amma bəzi şeylər də var ki, elə situasiyalar vardır ki, elə bir ruh halları var ki, o da 1000 kitabı oxusan o ruh halına çata bilmərsən. O məsəl üçün o sufizmdə, təsəvvüfdə də var, iqtisaz vəziyyəti kimi, mevlevilikdə də var. Yəni bu ona görə mən təşəkkürlərimi bildirirəm. İstəyirəm, vaxtımız çox azdır, dəyərli izləyicilər. Artıq biz keçək dərsimizə. Demək, keçən dərsimizdə biz Sokrat və Platonu bitirmişdik. Səhv etdim, bəli, bitirmişdik tamamilə. İkinci dərsə buraxmamışdıq. Bugün Aristotelə keçirik. Xoşbəxtlik Aristoteli bugün inşallah şərh edəcək. Bu da demək olar ki, Sokrat və Platonu birinci bölmə ilə eyni səhifə sayısıdır. Çalışacağım ki, bunu da bitirim. Əgər ki, çatdıra bilməsəm də, inşallah ki, gələcək dərsimizə qalar. Deməli, belə başlayırıq. İkinci hissə. Xoşbəxtlik Aristotel. Bir qaranquşla bahar gəlmir. Siz bu ifadəni Şekspirə və ya başqa bir dahi şairə məxsus olduğunu düşünə bilərsiniz. Əslində isə bu ifadə Aristotelin öz oğlu Nikomaxusa həsr etdiyi Nikomaxus etikası kitabındandır. Onun vurğulamaq istədiyi məsələ heç də bir qaranquşun gəlişinin hələ baharın gəldiyini bildirməsi ilə bağlı deyildir. Bir neçə qısa xoşbəxtlik məqamının insanın tam mənada xoşbəxt sayılması üçün yetərsizliyə işarətdir. Aristotelə görə xoşbəxtlik qısa müddətli sevinç deyil. Nə qədər təəccüblü görünsə də, o uşaqların xoşbəxt olmaq iqtidarında olmadıqlarını düşünürdü. Bu fikir absurd səslənir. Əgər uşaq da xoşbəxt ola bilmirsə, bəs onda kim xoşbəxt sayıla bilər? Lakin bu yanaşma onun xoşbəxtlik haqda düşüncəsinin bizimkindən nə qədər fərqli olduğunu göstərir, dəyərli izləyicilər. Uşaqlar həyata yenicə başlayıblar və heç bir mənada həyatı hələ tam qavraya bilmirlər. Onun iddiasına görə həqiqi xoşbəxtlik isə uzun bir ömür sürmək tələb edir. Aha. Ümumiyyətlə, bunun belə, təbii ki, bu həm mənim öz görüşümdür, öz fikrimdir və bir çox ustadlar da, alimlər də bəlkə də bu fikrin müdafiəçisi olar. Deməli, ümumiyyətlə xoşbəxtlik qavramı var. Bir də əsl xoşbəxtlik qavramı var. Ümumiyyətlə günümüz insanından xoşbəxtlik barədə sual versək, onlar xoşbəxtliyi gəzməkdə, əyləncədə, tətildə, nə bilim bir restoranda və s. gözəl-gözəl dünyayı gəzib, şəkil çəkib o statuslarda paylaşmaqda və s. sırf bunda görürlər xoşbəxtliyi.
Yəni xoşbəxtlik sualının cavabı belə olardı. Müasir 10 insandan 8-9 nəfər buna belə cavab verirdi ki, yaxşı yaşayım, gözəl yaşayım. Bax indi birazdan gələcəm. Bu insanın fitrətində var. Amma əsl həqiqi məna bu xoşbəxtlikdir. Bunu bir qırağa qoyaq. Amma həqiqi mənada olan əsl xoşbəxtlik isə tamamilə başqa bir qavramdır. Ümumiyyətlə dəyərli izləyicilər, bu yaşadığımız dünyanın həqiqətən də deyirlər fani olduğu, gəlib keçici olduğu, onun yalançı və belə deyək ki, ləzzətli, keçici belə deyək ki, xoşbəxtliklərindən görə bilərik. Yəni bunu necə tərif verə bilərik? Məsəl üçün bir telefon alırıq. Misal üçün bir telefon almaq üçün uzun müddət işləyirik. Təzə çıxan bahalı bir telefondur, onun həvəsi ilə yatırıq, dururuq, onu fikirləşirik ki, az qaldı alacam. Amma görürsən ki, həmən o şeyi aldıqdan sonra bir müddət sonra, indi 1 ay, 3 ay, 5 ay, 6 ay indi nədirsə, artıq bir müddətdən sonra həmən o şeyə qarşı ilk, lap əvvəldən hiss etdiyimiz o xoşbəxtlik, sevinç duyğusu, bağlılıq duyğusunun artıq tamamilə getdiyini görürük. Bu da nədir? Yəni, həmən şeyin artıq bizim üçün adiləşdiyini hiss edirik. Yəni, ən başdakı sevgi ilə yanaşmırıq. Görürsünüz, belə olan halda bu da əsl xoşbəxtlik sayıla bilməz axı. Niyə? Çünki əsl xoşbəxtlik, həqiqətən, əsl xoşbəxtlik insanda bir ömür qalmalıdır. Hətta ölümündən sonra belə insanla bərabər olmalıdır. Yəni, bu ötəri bir şey deyil. Bizim bu sadaladıqlarımız, yəni bu xoşbəxtlik sinifinə aid olan şey tamamilə gəlib keçici ləzzətlərdir. Bir müddət sonra sevdikdən sonra bizim üçün adiləşən, normallaşan bir şeydir. Bu ayrı. Amma əsl xoşbəxtlik isə heç bir vaxt insanlarda adiləşmir. İndi sual yarana bilər ki, əsl xoşbəxtlik nədir? Əsl xoşbəxtliyə biz necə tərif verə bilərik? Ümumiyyətlə, əziz izləyicilər, bunu da deyim ki, əvvəlki verilişlərimizdə biz buna deymişik, çox demişik. İnsan fitrəti cəhəti ilə kamal dərəcəsinə çatmaq istəyir. Kamil bir şəxsiyyət olmaq istəyir. Bunun özünün belə xəbəri olmadan insanın fitrətində bu var, kamal arzusu. Bunun bir sübutunu da hardan görə bilərik? Hər şeyin ən yaxşısı olsun, gözəli olsun. Heç çox az adam da o psixicə, heç görübsünüzmü ki, normal adam ki, hər şeyin ən pisi olsun. Məsələn, ev alım, ən pisini alım. Yox, belə bir şey yoxdur. Normal, sağlam düşüncəyə görə. Hər şeyin yaxşısı olsun, daha yaxşısını eləyim, daha yaxşısı. Yəni, daha yaxşı insanın qəlbində, daxili aləmində, fitrətində var. Kamal xüsusiyyəti. Bunun, indi deyə bilərsiniz ki, bu necə? Bu hər insan, bütün insanlarda var, xəbər olmasa belə. Bunun fərqinə varmaq üçün isə, həmən bu hissin fərqinə varması üçün isə, insan öz daxili aləminə müraciət etməlidir. İnsanda, hətta qərb mütəfəkkirlərinin belə bir sözü var, insanda 40-a yaxın istedadlar var. Yəni, bunlar da iki qrupa bölünür təbii ki, aşkar istedadlar, qeyri-aşkar istedadlar. Aşkar istedadları bildik. İnsan daxili aləminə müraciət etdikcə, o qeyri-aşkar olan istedadları, yəni o bilinməyənləri üzə çıxartdıqca, artıq o istədiyi dərəcəyə əmin adımlarla addımlamağa başlayır. Müdrik adamı müdrik eləyən budur. Filosof eləyən budur. Yəni, insan öz daxili aləminə müraciət edərək, qeyri-aşkarda olan istedadlarını üzərə çıxarmalıdır ki, mən nəyə qadirəm? Bu bir. İkincisi də, insan ümumiyyətlə yaşadığı həyatı yaxşı yaşamalıdır. Dürüst insan olmalıdır. Yaxşı insan olmalıdır. İlahi qanunlar çərçivəsində yaşamalıdır. Və ən başda bizə lazım olan da odur ki, insan bu yaşadığı ki, dövr var,
maksimum şəkildə insan hədəfli olmalıdır, proqramlı olmalıdır. Və biz dedik ki, əsl xoşbəxtliyə gedən yol məhz kamaldan keçir. Kamaldan keçir. Və belə deyək ki, kamala gedən yolda da insanın bir hədəfi olmalıdır. Bir məqsədi olmalıdır, bir proqramı olmalıdır. Başqa ki, ali hədəf deyirlər də buna bir yerdə də. İnsanın bir ali hədəfi olmalıdır. Yəni sən o dərəcəyə, yəni insan oğlunun bu bəzi indi düşüncə fikirlərində fərqli ola bilər, amma mənim də bu görüşüm budur ki, yəni biz insanları, yəni insan oğlunun çata biləcəyi ən son nöqtəyə deyirlər kamal. Və bu yolda təbii ki, uzun illər tələb edir. Uzun illər çalışmaq tələb edir. Və bu yerdə də, bunu da deyim, indi davam eləyim. Çünki biraz uzun gedəcək həqiqətən də. Bunu da qeyd eləyim ki, insan ali hədəfə gedən yolda, ümumiyyətlə insan fitrəti cəhəti ilə, insan yaradılışı cəhəti ilə tələskən bir varlıqdır, dəyərli izləyicilər. Məsəl üçün, hər hansısa bir alimin 40 ilə üzr istəyirəm, getdi yolu 3 günə getmək istəyir. Bəzi şəxslər var. Məsəl üçün, görür ki, bir cavan mənə də aid eləyə bilərsiniz bunu. Məsəl üçün, falan alim bu yolu 40 ilə gedib. Həvəsə gəlib 3 günə eləmək istəyir. Onun getdiyi yolu, onun o çatdığı məqama 3 gündə çatmaq istəyir. Gecəsini gündüzə elə bilir ki, gecə səhərə yatmasa, oxusa, yazsa, pozsa, elə mən də ki, belə danışsa o dərəcəyə çata biləcək. Xeyr, belə bir şey yoxdur. Bu zaman, indi nəyə gətirirəm? Həmən o 3 gündə, həmən o alimin 40 ilə gedə bilmədiyi, getdiyi yolu artıq bu 3 günə gedə bilmədiyi üçün məyus olur və bunun da nəticəsində həmən insanda qarşı məyusluq yaranır və həmin o getmiş olduğu yoldan üz döndərir. Həmin o getmiş olduğu yoldan. Və onda bir ümidsizlik yaranır və o bu ümidsizlik nəticəsində o ali hədəfə gedə bilməyəcəyini düşünür və yolundan dönür. Bu yerdə əslində dəyərli izləyicilər, psixologiyada da belə bir şey var. İnsanın bu ali hədəf yolunda əgər ki qədəmlərini qoyub addım atırsa, bu zaman insanlar məyus olmamaq üçün, yolunda qəti şəkildə ilərləyib geri qayıtmaması üçün ali hədəflərin yanında da özünə orta hədəflər təyin etməlidir. Bu orta hədəflər nədir? Ali hədəfə gedən yolda özünə kiçik-kiçik mükafatlar qoymaq. Ali hədəf o heç ən başda, amma orta hədəflərin də olmalıdır. Məsəl üçün, qabağına qoysa, məsələn, bir həftəyə, məsəl üçün, nə bilim, bir 5 aya da bu bizim orta hədəfimizdə. 5 aya, nə bilim, bir 6 aya bu kitabı tamamilə dərs olaraq bitirəcəyik. Həm özüm, həm də sizin, belə deyək ki, baxımınızdan. Bu orta hədəf sayılır. Mən artıq bu yolda qətiyyətlə addımladığım zaman, bunu bitirdiyim zaman artıq məndə xoşbəxtlik yaranacaq da orta hədəflər. Artıq mən yolunda qətiyyətli şəkildə, doğru şəkildə, gözəl şəkildə addımlamağa başlayacağam, qısacası. Yəni, buna görə ali hədəflərin, belə deyək ki, yanında insan orta hədəflər də təyin etməlidir və o orta hədəflərin köməyi ilə və nəticəsi ilə də motivasiyadan düşmədən ali hədəf yolunda qətiyyətlə addımlamalıdır, dəyərli izləyicilər. Yəni, bunu bizim əvvəlki ruh və insan dərslərində də biz bunlara deyinmişik. İndi çox uzatmıram, orada Allah belə bir bölüm həsr eləmişik. Orada siz müraciət edə bilərsiniz, o videoları da izləyə bilərsiniz. Bu zaman deməli bunu dedik. Bizim gedəcəyimiz yol, əgər ki siz də bu videonun izləyicisiysəniz, həqiqətən bizə diqqətlə dinləyirsən, bizim gedəcəyimiz yol əsl xoşbəxtlik yoludur. Demirəm, xoşbəxtlik də bu yolda olmalıdır. Çünki nəyə görə? İnsan ictimai bir varlıqdır. Əflatun da bunu deyil, Farabi də bunu deyil. Yəni, sən ali hədəfə inzivaya çəkilərək gedə bilmərsən təbii ki. İctimai bir varlıqdır. İnsan
ruhu, bədəni, fitri baxımdan insan bunu tələb edir. İctimai varlıqsan belə insanlara, cəmiyyətə maksimum bildiyin qədər, dəyər verdiyin kimi çalışdığın qədər insanlara xidmət etməlisən. Demirəm. Bu xoşbəxtlik yolunu da lazımdır müasir dövrdə. Amma ən birinci pilləyə biz əsl xoşbəxtlik yolunu qoyaraq davam etməliyik. Bu da nədir? Doğru, dürüst, gözəl şəkildə olmaq şərti ilə. Bəli, ümid edirəm ki, biraz çox uzatdım deyəsən, çox gedərdi, amma eybi yoxdur. Mən deyirəm, bunları deməyim lazım idi. Sonra qeyd eləməsinlər ki, yarı-yarımçıq danışdıq. Bəy, nəsə bir problem oldu. Davam edirəm. Demək, Aristotel, Platonun bir müddət oxuyacağım, sonra yenə davam edərik. Diqqətlə dinləyin əzizləyicilər. Demək, Aristotel Platonun tələbəsi olmuşdu. Platon isə Sokratın, elə bir zəncir var idi bir-birinə. Və burada da yazılıb. Və bu üç dahi mütəfəkkir vahid zəncir yaratmışdı. Sokrat, Platon, Aristotel. Belə sıralanma çox zaman bir cığır açır. Dahilər boş bir yerdə meydana çıxmırlar. Yəni yoxdan var olmurlar da. Nə mənada? Yəni səhv başa düşülməyin. Yəni birdən-birə, yəni bütün məlumatlar beyninə dolarında müəllim olub, öz ustadı olub. O mənada deyirəm, düzəltməliyim. Yəni o beyin yoxdan var olaraq onun beyninə birdən-birə dolmayıb da. Belə deyək. Çünki biz heyvanlardan fərqli, heyvanlarda hazır bir kodlaşıb da kodlanıb qolub belə deyək ki, edəcək o missiyası ki var, o kodlanıb, onun indi söz orası deyil. Heyvanların dəqiqət o hörümçək, məsəl üçün o torunda bəzi cəbri hesabla, o dəqiqliklə, məsəl üçün arı pətəyinin düzəltməsi falan, bunlar həqiqətən də Allahın isbatını, Allahın varlığının isbatına bir nümunə kimi göstərmək olar, amma bizim demək istədiyimiz nədir? İnsan düşünərək addım ata bilər. Yəni insan heyvanlardan fərqləndirən odur ki, insanın düşüncəsi var, yaradıcı. Biri var düşüncə yolu, biri də var ki, yaradı. Bunu da deyim, dəyərli izləyicilər. Əsl xoşbəxtlik yoluna biz iki qrupa bölək. Beyninizdə sıxayım, çəkin, bayaqki kimi. Düşüncə yolu ilə gedə bilmərik. Aristotelin də vurğuladığı və dediyi yaradıcı düşüncə, bu dilləri yaradıcı düşüncə təfəkkürünə malik olmalıdır bu yolda gedən. Bizim əsas gedəcəyimiz yol yaradıcı düşüncə qabiliyyəti. Düşüncə qabiliyyəti normal insanlarıdır. Bu bir qrup. Amma bizim gedəcəyimiz yol yaradıcı düşüncə qabiliyyətinə malik olan yoldur. Davam edək. Deməli, dahilər boş bir yerdə meydana çıxmırlar və çoxu onları ruhlandıran müəyyən ustada malik olur. Bu üç filosofun düşüncələri isə bir-birindən hədsiz dərəcə fərqlidir. Çünki onlar tutu quşu kimi sadəcə öyrəndiklərini təkrarlamayıblar. Hər birinin dünyaya öz orijinal yanaşması olub. Və belə də desək, məsəl üçün, belə Sokrat dahi natiq kimi, Platon gözəl bir yazar kimi düşüb, Aristotel də bunlardan əlavə olaraq müəllimindən və müəlliminin də müəllimindən tamamilə fərqli şəkildə olur. Məsəl üçün, hətta səhv etmirəmsə, Aristotel Platonun formalar nəzəriyyəsini də rədd edib, yəni qəbul eləməyib. İndi orada deyəsən burada olmalıdır. Mən onu başqa bir yerdə oxumuşdum. Burada da olmalıdır, elə başa düşürəm. Burada da var oxuduğuma görə. Demək, burada da yazıb, daha sadə desək, Sokrat dahi natiq olub, Platon istedadlı yazıcı olub, Aristotel isə hər şeyə maraq duyub, hər şeyə. Sokrat və Platon görünən dünyanı sırf düşüncə ilə dərk edilən bir həqiqətin kölgəsi olduğuna inanıblar. Aristotel isə ətraf aləmin detallarına heyranlıq duyub. Yəni, o dilləri hər bir şeydə biz Allahın nişanəsini görə bilərik və yaradılmışların çoxu da insana hizmət, bu təsəvvürdə insana hizmət üçün yaradılıb. Yəni, Aristotel bunu deyir ki, yəni, ötəri baxmayın hər şeyə, diqqətlə baxın. Orada bir məna axtarın ki, var o məna. Məna axtarın deyir orada. Yəni, detallara kimi baxın, heyranlıq duyun. Bir digəri, təəssüf ki, Aristotelin günümüzə qədər gəlib çıxmış bütün yazıları mühazirələr şəklindədir. Yəni, dərs.
Dərsdə tələbələr elə bil yazıb lövhə-lövhə də belə, yəni bir bütün kitab alanda yoxdur, çatmayıb. Amma lakin bu qeydlər hər nə qədər quru üslubda yazılsa da qərb fəlsəfəsində böyük təsir göstərmişdir. O sadəcə filosof deyildi Aristotel, eyni zamanda zoologiya, astronomiya, tarix, siyasət və dramaturgiya ilə də maraqlanırdı. Dramaturgiya ilə də maraqlanırdı. Eramızdan əvvəl 384-cü ildə Makedoniyada doğulan Platondan dərs aldıqdan sonra səyahətlərə çıxan böyük, həm də Aristotel Böyük İskəndərin də müəllimi olub, Böyük İskəndərin müəllimi olan Aristotel Afinada özünün lisey adlanan məktəbini qurmuşdu. Bu qədim deməli həm də o, yəni o ilk məktəbdə o dövrdən bu yana Aristotelin qurmuş olduğu bu məktəbi, yəni ilk məktəb şəklində fəaliyyət o göstərirdi. Bu qədim dünyanın ən məşhur, ondan əvvəl də var idi təbii ki, amma sırf belə o Yunanistanda bu yana qədim Yunandan bu yana filosofun qurduğu böyük bir məktəb idi. Bu qədim dünyanın ən məşhur elm ocaqlarından biri idi. Oraya toplaşan tədqiqatçıları müxtəlif ölkələrə göndərməklə Aristotel ictimai məsələlərdən biologiyaya kimi ən müxtəlif səpkili məlumatları əldə edirdi. Yəni təkcə fəlsəfə ilə də kifayətlənmirdi. Digər elmlərə də maraq göstərərək çox gözəl şəkildə bilirdi. O həmçinin əhəmiyyətli bir kitabxana da yaratmışdı. Rafaelin Renesans dövründə yaratdığı məşhur əsərlərdən biri olan Afina məktəbi tablosunda Platon belə deyək, demək Platon ideyalar aləmi kimi səmaya işarət edir. Aristotel isə əli ilə yeri, yəni real aləmin vacibliyini göstərir. Demək, Platon oturduğu kreslodan filosofluq etməyi üstün tuturdu. Aristotel isə bizim gördüyümüz dünyanı araşdırmağa can atırdı. Bayaq da dediyim kimi. Özünüz bildiniz də nə demək istəyirəm. Bayaq da dediyim kimi. Bax, aha var. O müəlliminin formalar nəzəriyyəsini inkar edərək istənilən bir şeyi öyrənmənin ən yaxşı yolunun onun nümunələrini araşdırmaq olduğuna inanırdı. Yəni hər şeyi araşdır, hər şeyə bax, bir ətraf aləmi seyr elə. Yəni məna axtar demək istəyir yaxşı cəhətdən, dəyərlidir. Yəni baxış açısı fərqi var. O görürsüz demişdim, Kant bir hər hansı elmadan baxanda göyə gecə vaxt səmada bir kütlə görür, bir kozmik kütlə görür. Amma bir filosof, bir Kant baxanda, nə bilim bir Aristotel deyə baxanda artıq fərqli bir şey görməyə başlayır. Bu nə deməkdir? Baxış açısını dəyişdirməliyik. Yaxşı cəhətdən ətraf aləmdə olan bütün o gözəlliklərdə bir məna tapmalıyıq. Həqiqətən də Aristotel çox doğru deyib. Yəni pişiyin necə bir heyvan olduğunu bilmək üçün bir pişik forması haqqında abstrakt düşünmək əvəzinə hansısa bir pişik hər tərəfli araşdırma daha məsləhətli bilir. Yəni bir o cızma qara eləyib araşdırmaqdansa pişiyi real olaraq, birbaşa olaraq incələ demək istəyir də. Bax, yəni kitabla, onunla, bununla, bir düşüncə ilə ki, pişik necə ola bilər? Xeyr, Aristotel belə fikirləşmə deyir də, yəni real bir pişiyə baxaraq onu sən belə deyək ki, ətraflı şəkildə araşdıra bilərsən, hər tərəfli şəkildə araşdıra bilərsən. Bunu o dəstəkləyirdi. Davam edim. Aristoteli düşündürən məsələlərdən biri də ondan öncə Sokrat və Platonun cavab axtardıqları biz necə yaşamalıyıq sualıdır. Ümumiyyətlə, biz necə yaşamalıyıq? İndi oxuyacam, burada da var. Mən əvvəlcədən oxuduğum üçün deməli bilirəm. Ümumiyyətlə, necə yaşamalıyıq sualının cavabı xoşbəxt, əsl. Yəni, əsl xoşbəxt şəkildə yaşamalıyıq. Bəs xoşbəxt şəkildə yaşamaq üçün nə etməliyik? Kamil insan olmalıyıq. Kamil insan üçün nə etməliyik?
Ali hədəfimiz olmalıdır. Ali hədəfi təyin etməlisən. Ali hədəf bu uzanır. Ali hədəfi təyin etmək üçün nə etməlisən? Öz daxili aləminə müraciət etməlisən və səhvinlə də, düzünlə də özünlə üzləşməlisən. Özünü tanımalısan. Öz daxili aləmini müşahidə etməlisən. Baxın, bu doğrudan bu 70 illik həyat var. Biz bir insan ömrü ortalama 70-80 illik ömrü. Baxın, bu çərçivədə davam etsək, həqiqətən hər şey. Bu 70 illik ömrü bunlardan ibarətdir doğrudan da. Birincisi, necə yaşamalıyıq? Xoşbəxt yaşamalıyıq. 2. Xoşbəxt yaşamaq üçün nə etməliyik? Kamal olmalıyıq. 3. Kamal olmaq üçün nə etməliyik? Bir ali hədəfimiz olmalıdır. Ali hədəfi təyin etmək üçün nə etməliyik? Öz daxili aləmimizə müraciət edərək, öz istedadlarımızı yaxşımızla, pisliklə özümüzü tanımalıyıq və bunun da nəticəsində hədəf təyin etmə. Baxın, bu 5'lik. Bunu həqiqətən çox gözəl sözdür, dəyərlidir. Birdən-birə dedim, xoşuma gəldi. Bu dərsimiz bitdikdən sonra həqiqətən bunu mən qeyd edəcəm. Bu 5'likdən. Bu 5'liyə riayət eləyək, dəyərli izləyicilər. İndi oxuyaq, indi kitabda da lap fərqlidir. Biz necə yaşamalıyıq sualı idi. Demək, xoşbəxtlik axtarmaqla, yəni xoşbəxt olmaqla, burada da qeyd olunduğu kimi, yəni biz necə yaşamalıyıq? Xoşbəxt olmaqla, xoşbəxtlik axtarmaqla olmalıyıq. Burada da belə yazılıb. İndi eyni yerə çıxır. O Mehmet hocamızın dediyi kimi, keçən verilişdə dedim, yollar fərqli olsa da mənzil eynidir. Fərqli yollarla da getsən mənzilin eyni olacaq. Demək, harda qaldı? Biz neçə yaşamalıyıq? Sualidə insanları fəlsəfəyə cəlb edən səbəblərdən biri məhz bu suala cavab tapmaq istəyidir. Aristotelin bu suala özünə məxsus cavabı var idi. Bunun ən bəsit ifadəsi bu cürdür. Xoşbəxtlik. Xoşbəxtlik axtarmaqla. Bəs bu xoşbəxtlik axtarmaq ifadəsinin özü nə deməkdir? Axı, insanların çoxu xoşbəxtlik axtarışının həyatdan zövq almaq, ən başda dediyim yerə gəldirik, həyatdan zövq almaq yollarını axtarmaq kimi anlayır. Ola bilsin, sizin üçün xoşbəxtlik egzotik bir adada istirahət etmək, musiqi tədbirlərinə və ya konsertlərinə getmək, yaxud da dostlarınızla əylənməkdir. Başqa birisi üçün bu sakit quşədə sevimli kitabını, başqa birisi üçün də bu sakit quşədə sevimli kitabını oxumaq və ya rəsm qalereyasına getmək ola bilər. Aristotelə görə bunlar yaxşı həyatın bir ünsürü sayıla bilərdi. Yəni xoşbəxtlik, lakin o xoşbəxtlik hansısa həzz axtarışında görmürdü. Onun düşüncəsinə görə belə şeylər öz-özlüyündə yaxşı həyat sayıla bilməzdi. Aristotel Yunan sözü olan eudaimonia sözündən istifadə edirdi ki, belə deyək ki, artıq sona gəlirik, az qaldı. Bu da tərcümədə xoşbəxtlikdən daha çox nailiyyət və ya uğur mənasına gəlir. Yəni, uğura gedən yolda addım atmalıyıq doğrudan da. Buna gətirib mənasına gəlir. Bu sevimli komandanızın oyununa baxarkən və ya ən sevimli təamı dadarkən aldığınız həzdən fərqli bir hissdir. Eudaimonia həzz deməli, dəqiqələrində nə hiss etdiyiniz və ya nə dərəcə sevinməniz də deyil. Bu söz daha geniş mənaya malikdir. Xoşbəxtliyin keçirilən sevinç və həzz hisslərindən başqa bir şey olmadığına alışdığımızdan bizim bunu anlamamız çətindir. Bir çiçək düşünün. Burasını lap diqqətlə dinləyin əzizləyicilər. Bir çiçək düşünün. Lazımi qədər su və işıq versəniz, o inkişaf edib çiçəklənər. Diqqətsizlik etsəniz, vaxtında sulamasanız və ya qaranlıq yerdə saxlasanız, o qurumağa başlayar. İnsanlar da bitkilər kimi ola bilər. Lakin bitkilərdən fərqli olaraq bu halda seçimi biz özümüz edirik. Yəni, bitkinin özünə aid bir seçim etmə haqqı yoxdur ki, sən mənə durum gedimə, günəşdə yox. Sən ona necə qulluq eləsən, o elə olacaq da. Yəni, belə deyək ki, o sənə tabi olur. Yəni, sən ona necə qulluq edirsən, o da onun kimi. Amma insanlar bundan fərqlidir. Bunu ən başda da dedim. İnsanların öz düşüncəsi var, heyvanlardan ayıran budur, bitkilərdən ayıran budur. Demirəm, onların da canı var. Amma bizi onlardan ayıran ən üstün şey, bax, bu ağıl var, bu düşüncə. Bax, budur sözün qısa mənasında. Lori dildə desək, qısa şəkildə.
Hansı işi görməmizə və necə biri olmamıza da özümüz qərar veririk. Aristotel insan təbiətinin mövcudluğundan, özünün dediyi kimi insan varlığının bir funksiyasının varlığından əmin idi. Bizə ən çox münasib sayılan bir yaşayış tərzi mütləq var. Bizi heyvanlardan və bütün digər məxluqlardan fərqləndirən cəhət nə işlə məşğul olduğumuzu götür-qoy edərək əsaslandırmaq kimi bir qabiliyyətimizin varlığıdır. Yəni bu ağıl, yaradıcı düşüncə, təfəkkürü deməkdir. Demək, buna görə də o belə qənaətə gəlmişdi ki, insana həyatında ən uyğun forması gücdən ağla, məntiq ilə istifadədir. Nə qədər təəccüblü görünsə də Aristotel bilmədiyiniz şeylərin və hətta sizin ölümünüzdən sonra baş verəcək hadisələrin də sizin eudomaniyanıza təsir edəcəyinə, yəni xoşbəxtliyinizə təsir edəcəyinə inanırdı. Bu hətta belə bilmirəm, eşitibsinizmi dəyərli izləyicilər, indi səmimi danışırıq da. Bu söz indi bu dəqiqə çoxdan da fikirləşmişdim, təkrardan yadıma gəldi deyim. Bunu gündəlik həyatımızda baxsaq, o deyirlər, məsəl üçün bir hadisə baş verir, nə bilim, bir adamı eləyirsən. Məsəl üçün deyirlər, məsəl üçün ölünün ruhunu narahat eləyirsən. Məsəl ölü pis olar falan kimi. Misal üçün, nə bilim, bir ölünün qızına pis davranma da, məsəl üçün bir yetim adamdır, bir yetim xanımdır, kişidir, nəsə bir şəxs. Məsəl üçün pis davranma. Mən bunu çox eşitmişəm doğrudan. Bəlkə də siz də işte ölüyü o yerində rahat yatsın, narahat eləmə kimi bu fikir. Bax, elə bir bundan üst-üstə düşür. Ha, siz də üzr istəyirəm, məndən elə bilirəm eyni fikirdəsiniz. Demək, ölümdən sonraki həyatın var olmadığına inansaq, onda biz bu dünyada olmadığımız vaxt baş verəcək hadisələr xoşbəxtliyimizə necə təsir göstərə bilər ki? Yəni, nə gözəldir. Yəni, əgər ki, bu həqiqətən var amma, yəni yuxular aləminlə, mənə çox danışıb nənələrim zadım. Yuxular aləminlə olur ki, mən ölü narahatdır, yuxuma gəldi, nəsə o narahatdır bir halıma çalın zadım. Yuxuda gəlir, danışır, eləyir. Əgər ki, doğrudan da belə deyək ki, ölümdən sonra həqiqətən də heç bir başqa bir həyat, ölümdən sonra heç bir həyatın var olmadığı doğrudursa, bəs necə ola bilər ki, həmən şəxsin ölümündən sonra da bu dünyada baş verən hadisələr onun digər, o ölümündən sonraki ruh halında olan digər həyatda onun xoşbəxtliyinə mənfi və yaxud da müsbət təsir edə biləcəyi, bu necə ola bilir? Baxın, bu da bir sübutdur da. Ölüm gedib də bu yoxdur, yoxluq. Yəni, bu çox gözəl bir sübutdur bu həqiqətən də. Yaxşı, hesab edək ki, siz valideynsiniz və sizin xoşbəxtliyinizin müəyyən hissəsi övladınızın gələcəyi ilə bağlıdır. Əgər bədbəxtlikdən siz öləndən sonra övladınız hansısa xəstəliyə düçar olarsa, bu da sizin xoşbəxtliyinizə müəyyən təsir etmiş sayılar. Ölümdən sonra belə, bayaq dediyim lor dildə, ölünün ruhu narahat olur. Ölümündən sonra belə, bu dünyada olan o pis, bədbəxt hadisələr, pis, məsələn, xəstəliyə tutulmaq, bildiniz də nə deyirəm, o pis, bədbəxt hadisələr ölmüş bir şəxsin də ruhunda mənfi bir, belə deyəm, mənfi bir təsir etmiş olar da, belə deyim, başım qarışdı, başqa şey fikirləşirəm, həm eyni anda onu da deyəcəm indi, təsir etmiş ola bilər. İndi bunu deyirəm. Eyni anda da bu dünyada olan yaxşı şeylər də, belə deyək ki, ona müsbət cəhətdən həmən o ruha, çox dərin söhbətlər dəqiqətən, həmən o ölmüş şəxsin ruhuna müsbət cəhətdən də təsir edə bilər. O nəyə görə deyirlər ki, ölünün ruhu şad olsun. Ruhu şad olsun, oğlu nə gözəl oldu və yaxud da bunun kimi. Ruhu şad olsun, məsəl üçün, ey şəhid, ruhun şad olsun, torpaqlarımızı geri qaytardıq. Belə deyək ki, intiqamını aldıq da sənin, belə deyək. Bu da onun kimidir həqiqətən də. Həqiqətən gözəl idi. Aristotelin fikrincə, siz bundan xəbərsiz olsanız belə, övladınızın xəstəliyi sizin
eudomaniyanıza, yəni xoşbəxtliyinizə təsirsiz ötüşməyəcək. Yəni ötüşməyəcək. Gələcəkdə nələrin baş verəcəyi gələcəkdə nəyin baş verəcəyini ehtimal eləməsəniz də bütün mümkün hallar sizə real, yəni indi və burada sürdüyünüz həyatı daha da ağırlaşdıracaq. Belə olan halda yavaş-yavaş bitirim dəyərli izləyicilər, sürətli oxuyun. Belə olan halda xoşbəxtliyiniz həyatda ümumiyyətlə nəyə nail olmanızdan, sevdiyiniz insanların başına gələn işlərdən təsirlənmiş olur. Sizin nəzarətinizdən kənarda olan və buna bənzər məlumatlar da öz təsirini göstərir. Yəni, xoşbəxt olub olmamanız isə müəyyən mənada bəxtinizin gətirməsindən asılı olur. Yəni, bir də bu var. Yəni, əsl xoşbəxtliyi əldə etmək üçün bəzən insan öz xoşbəxtliyini də çox biruzə verməməlidir, göstərməməlidir. O statusda da qoyurlar, xeyr. Bu da düzgün. İndi bir çərçivədə o mən öz işinizdə, onu mən qarışa bilmərəm, amma indi belə olan halda sən ailənin, indi nəyə görə deyirəm bunu? Belə olan halda sən ailənin və yaxud özünün də belə deyək, ailənin həqiqi xoşbəxtliyini düşünmüş olmursan, sən başqalarının sənə o baxmağından ləzzət alırsan, xoşbəxt olsan, statusa qoyursan, bundan xoşbəxt olursan. Bu da müəyyən bir vaxtdan sonra artıq o ailələrin dağılmasında da bu var. Həqiqətən mən rastlamışam. Görmüşəm də bizim yaxınlarımızda belə bir şey. Xoşbəxt nəyə görə soruşursan ki, məsəl üçün, qardaş, nəyə görə xoşbəxtsizlik oldu? Nə bilim, yola getmədi. Nəyə görə? Çünki həqiqi ailənin xoşbəxtliyini düşünsən, sən hər şeyə də qatlaşa bilərsən. Yəni, o həyatın o keçmə-keçili olan o çətin yollarına qatlaşarsan. Budur, dəyərli. Oturun, valla düşünün. Həmişə də mən verilişin axırında deyirəm, hər verilişin, hər bu dərsin, proqramın axırında oturun 5 dəqiqə düşünün. İnanırsınız? Bu proqram ki, dostlarımız indi qutaracaq. Bu qutarandan sonra 1-2 dəqiqə mənim özüm də oturub düşünürəm. Hətta təkrardan baxıram ki, görüm nətər danışmışam. Bir problem varmı? Yəni bir uyğun olmayan yerlər var. Mənim özüm də düşünürəm. Özüm o deyirlər, çünki bəzi adamlar var. İndi şükür Allah mənə çox ümumiyyətlə deyər olmayıb. Şükürlər olsun. Təbii ki, o tənqid də ola bilər. Ki, elə adamlar da var. Deyirlər ki, qardaş, bu danışdıqlarına sənin özün əməl eləyirsən. Əməl eləməyə çalışırıq. Heç onu da cəhd edirik. Bu da var, dəyərli izləyicilər. Heç etməməkdənsə cəhd etməyin özü də bir işdir həqiqətən. Bəli, ona görə oturub 2 dəqiqə düşünürəm, öz beynimdə toparlayıram ki, bu nə deməkdir, bu nə deməkdir, bu nə deməkdir, ona uyğun özümə dərs çıxardıram, dəyərli izləyicilər. İndi vaxtım azdır, keçən dəfə kimi 50, 55, 56 dəqiqə danışa bilməyəcəm, dəyərli izləyicilər. Tez bitirim. Demək, əsl sual budur. Eudomaniya şansımızı artırmaq üçün biz nə edə bilərik? Aristotel bunu belə cavab vermişdi. Xarakterimizi düzgün formalaşdırmalıyıq. Ən başda da dedim ki, indi bu rəsmi deyir də, doğru insan olmalıyıq, düzgün insan olmalıyıq, yaxşı insan olmalıyıq ki, vicdanımızı rahatladaq. Çünki həmişə nə qədər pis olsa insanı, indi bu vicdanı ölmüş şəxsləri çıxardıram da, normal vicdanı olan şəxslərdə vicdan narahatlıq verməsin deyə deyirəm. Formalaşdırmalıyıq dedik, lazım olan anda uyğun emosiyaları yaşamalıyıq ki, bu da bizim düzgün davranışlarımıza şərait yaratsın. Bu müəyyən mənada bizim necə tərbiyə almamızdan asılıdır. Çünki nəcib vərdişləri formalaşdırmağın ən yaxşı yolu da ta uşaqlıqdan bunlara alışmaqdır. Bəxtimizin gətirməsi ilə bağlı da bu şərtlər keçərlidir. Yaxşı hərəkətlər bizə yaxşılıq, harada qalmışdım? Pis hərəkətlər isə pislik gətirər. Döyüş meydanında cəsarətli davranmağı götürək. Mülki insanları qorumaq üçün əskər öz həyatına aşkar riskə atır. Səfi adam isə öz təhlükəsizliyi haqda heç düşünmür. O da özünü riskə ata bilər, lakin bunun cəsarət və ya şücaətlə heç bir əlaqəsi olmaz. Bunun əksinə olaraq qorxaq əskər döyüş meydanında qorxudan karxıb qalar,
hərəkət etməyi özündə cəsarət tapmaz. Cəsarətli əsgər də qorxu hissini keçirər, lakin o qorxaq adamdan fərqli olaraq bu hissi yenib döyüşə atılmaq üçün özündə güc tapa bilər. Yəni cəsarəti yığmaq lazımdır, tapa bilər. Aristotel hər bir xüsusiyyəti məhz göstərilən nümunədə olduğu kimi iki əks qütb arasında yerləşdiyini düşünürdü. Baxdığımız nümunədə də cəsarət axmaqlıq ilə qorxaqlığın ortasında yerləşən bir o deyirlər, cəsarətlə axmaqlığın ortasında incə bir çizgi var. Bunu eşitmiş ola bilərsiniz. Qızıl orta deyirlər. Bunun tam ortası deməli axmaqlıq ilə yox. O mən dediyim ayrı, orası heç. Amma axmaqlıqla qorxaqlığın arasındakı belə ədəd oxu kimi, belə riyaziyyatda olur, belə çəkin. Bunun ən başı məsəl üçün deməli, belə deyək, axmaqlıq, bu tərəfi qorxaqlıq. Bunun tam ortası cəsarətdir. Biz o tam ortada, ortada olmağa çalışmalıyıq. Demək, Aristotelin qızıl orta doktrinası adı ilə tanınır. Bu misal əsasən Aristotelin qızıl orta doktrinası adı ilə tanınır. Deməli, Aristotelin etikaya yanaşması sadəcə tarixi maraq deyil. Bir çox müasir filosoflar onun yaxşı xüsusiyyətlər formalaşdırmağın vacibliyi fikrini və xoşbəxtlik haqda təsəvvürünü düzgün sayırlar. Deyirlər, doğru düşünür, belə deyək. Həyatdan alacağımız həzlərin sayını artırmaq əvəzinə onlar bizim daha yaxşı insan olmağa və daha yaxşı işlər görməyə çalışmalı olduğumuzu düşünürlər. Yəni bu ki, biri var xoşbəxtlik, biri var əsl xoşbəxtlik. O xoşbəxtlik bizim əsl xoşbəxtliyə gedən yolda bir vasitə olmalıdır, dəyərli izləyicilər. Əsl xoşbəxtliyin özü olmamalıdır, vasitəsi olmalıdır bizi yaxşı insan, o ali hədəfə çatmaq yolunda. Başa düşürsünüz, indi o dillərə oturur hər şey yerinə. Deməli, bunu da dedik, harda qalmışdım mən? Düzgün sayı həyatı yaxşı edən də məhz budur. Bütün bunlar Aristotelin sadəcə fərdi şəxsi inkişafla maraqlandığı təəssüratını yaradır. Lakin bu əsla belə deyil. O iddia edir ki, insanlar ictimai heyvanlardır. Dəyərli insanlar, mənim də o biraz da təxmini bir 10-15 dəqiqə bundan əvvəl nə dedim? Əflatun, yəni Platonun da, Fərabinin də dediyi kimi insan fitri cəhətdən ictimai bir varlıqdır. İnzivaya uyğun deyil. İnsanın fitrəti, insanın təbiəti cəhəti ilə insan ictimai varlıqdır. İndi nəyə görə deyirəm? Bax, hər şey oturur. Əgər ki, ona görə deyirəm, başdan ayağa izləməyinizi xahiş edirəm. Gördünüz, bura gəldik, çatdıq. İctimai heyvanlardıq. Biz başqa insanlarla birlikdə yaşamağı bacarmalıyıq və təbiətimizin də qaranlıq tərəflərini idarə etmək üçün müəyyən bir ədalət sisteminə malik olmalıyıq. Eudamaniyada yalnız cəmiyyətdə yaşayaraq, yəni həqiqi xoşbəxtliyə, əsl xoşbəxtliyə, kamallığa, o dərəcəyə çatmaq isə yalnız cəmiyyətdə yaşayaraq yiyələnmək olar. Cəmiyyətə xidmət edərək yiyələnmək olar. Ən başda mən demişdim bunu, indi gəldik üst-üstə düşdü. Biz birgə yaşayırıq və yaxşı nizamlanmış siyasi vəziyyətdə ətrafımızdakı insanlarla qarşılıqlı münasibət sayəsində xoşbəxtliyə qovuşa bilərik. Ünsiyyət də lazımdır. İnsan ictimai varlıqdır axı. Başa düşdünüz özünüz nə deyirəm. Lakin Aristotelin parlaq fikirlərinin bir mənfi cəhəti də var idi. Son dərəcə ağıllı olduğuna və məsələləri ətraflı araşdırdığına görə kitablarını oxuyan insanlar onun hər şeydə tamamilə haqlı olduğunu düşünürdülər. Bu isə həm progres üçün, həm də Sokratın ənənələrinə uyğun fəlsəfi üçün arzu olunmaz idi. Ölümündən 100 illər sonra da alimlər onun dünya haqqındakı fikirlərini mütləq bir həqiqət kimi qəbul edirdilər. Əgər Aristotelin hansısa məsələ ilə bağlı nə isə söylədiyi sübuta yetirilirdirsə, bu onlar üçün kifayət olurdu. Və bu da bunu avtoritet həqiqət də adlandırırdılar. Nə isə həqiqət olduğuna onu sadəcə hansısa nüfuzlu adamın dediyinə görə inanmaqdır bu. Keçən dərsimizə bir dənə
yadınıza gələr. Əgər ki diqqətlə dinləyib bir vərəqdə qeyd aparmışdınızsa, bir sözü onun müdrik olduğu üçün, dediyi üçün təmənnasız şəkildə inanmamalıyıq. Sorğulamalıyıq o müdrik də olsa. Bəlkə o nəsə bir fərqli məqsədi var. Bu da ola bilər. Demək, davam eləyirəm. Artıq sonlara gəldik. Oxşar ölçüyə malik taxta və metal parçasını eyni hündürlükdən yaratanda nə baş verər? Oxşar ölçüyə malik taxta və metal parçasını eyni hündürlükdən yaratanda nə baş verər? Bir düşünək. Onlardan hansı yerə birinci çatar? Aristotel ağıl olanın, yəni metalın yerə daha sürətlə düşəcəyini düşünürdü. Əslində isə belə deyil. Onlar hər ikisi eyni sürətlə düşəcək. Sadəcə Aristotel belə dediyi üçün ta orta əsr, çünki hava kütlə vardı. İndi fizika bilənlər daha yaxşı bilər, məni düzəltsinlər. Sadəcə Aristotel belə dediyi üçün ta orta əsrlərə kimi bu müddəa sırf həqiqət kimi qəbul edilmişdi və əlavə sübuta da ehtiyac duyulmamışdı. 16-cı əsrdə Galilei bunu yoxlamaqdan ötürü Pisa qülləsindən aşağıya taxta və metal kürələri atmışdı. Hər iki kürə yerə eyni vaxtda çatmışdı. Beləcə Aristotelin səhvi isbatlanmışdı. Halbuki bunu əvvəllər də sübut etmək bir elə də çətin deyildi. Ya yoxlaya bilərdin da, nədir ki? Kiminsə avtoritetine güvənmək Aristotelin öz araşdırmalarının ruhuna zidd idi. Bu məqam elə fəlsəfənin də ruhuna ziddir. Aristotel özü heç nə isbat etməyir. Yəni, ümumiyyətlə, fəlsəfəni sorğulamaq lazımdır. Bu, onun öz metodu demək ispat etməyib, onun öz metodu araşdırmaya, tədqiqata və tam əsaslandırmağa əsaslanırdı. Axı fəlsəfə elmi müzakirələr, yanılma ehtimalı ilə barışmaq, dediyim kimi üst-üstə tükürü, hər hansı nəzər nöqtəsini sual altında almaq və alternativləri araşdırılmaq hesabına inkişaf edir. Xoşbəxtlikdən tarixdə çox zaman başqalarının iddialarını şübhə altına alan filosoflar da olubdur. Hər şeyə skeptik, yəni şübhə ilə yanaşmağa çalışan filosoflardan biri isə Pirron olubdur. Bitirirəm. Pirron da bizim gələcək dərsimizin mövzusudur, dəyərli izləyicilər. Yəni, hər şeyə şübhə ilə yanaşmağı, Sokrat kimdir? Sokrat da nətər? Yəni, sual verən adamdadır. Yəni, sual verən, araşdıran, eləyən Pirron olubdur. Bu da bizim inşallah ki, gələcək. Üçüncü dərs gələcək dərsimizin mövzusu olacaqdır, dəyərli izləyicilər. Pirron da həmişə kimi elə 4 səhifə. Demək, bugünkü dərsimizi bitirdik, dəyərli izləyicilər. Ümid edirəm ki, sizə də hər şey aydın oldu. Əgər ki, başa düşmədiyiniz yerlər olarsa, belə deyək ki, şərh olaraq yazın, mənə bildirin. Dostlarımızın da nömrələri var, səhifələrdə onlara bildirin. Biz təkrardan mən sizə özəl başa salmağa cəhd edərəm. İnşallah bugün mövzumuz Aristotel idi və bugünkü dərsimizin xülasəsi isə əsl xoşbəxtlik yolu idi və əsl xoşbəxtlik də insanın kamil olması və həqiqi hədəfinə çatmağı olduğunu biz dedik. Ümid edirəm hər şey aydındır, indi danışmıram, özünüz hər şeyi başa düşdünüz. Gələcək dərsimiz Pirron haqqında olacaq inşallah. Şükürlər olsun 2 dərsə qalmadı, Aristoteli də tamamilə bitirdik. Başlığımız da əsl xoşbəxtlik olacaq. Elə başa düşürəm, elə qoyular, dostlara da indidən deyirəm, elə qoyulsa daha yaxşı, üzr istəyirəm olar, əsl xoşbəxtlik. 2-ci dərsin adı, yaxşı mı? 2-ci dərsin adı əsl xoşbəxtlik. Diqqət çəkici də olsun həm də. Bugünkü dərsimizdən bu qədər, dəyərli izləyicilər. Bizi izlədiyiniz üçün, dinlədiyiniz üçün təşəkkürlərimi bildiririk. İnşallah gələcək dərslərimizdə görüşənə qədər sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.